Gürcüstanda yaşayan soydaşlarımızın üzü nəhayət ki güldü. Çünki onların problemini Xarici İşlər Naziri Elmar Məmmədiyarov dinlədi və problemin həlli üçün müvafiq tapşırıqlarını verdi. Nazir digər sahələrdə olan problemləri isə Bakıda müvafiq nazirliklərlə bölüşüb həllinə nail olacağına söz verdi. Soydaşlarımızla görüşdən əvvəl isə Elmar Məmmədiyarov Gürcüstan rəsmiləri ilə bir araya gəldi. Nazirin keçirdiyi görüşlərdə ölkələr arasında siyasi, iqtisadi, enerji, nəqliyyat sahələri üzrə danışıqlar baş tutdu. Həftənin səfərlərindən biri də Xarici İşlər Naziri Elmar Məmmədyarovun nümayəndə heyəti ilə birlikdə Gürcüstana getdiyi rəsmi səfər oldu. Nazirin keçirdiyi görüşlərdə ölkələr arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar sahələr üzrə bir xeyli danışıqlar baş tutdu. Elmar Məmmədiyarov Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan ilə bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirdi. Elə ötən həftə həmsədrlərlə nazir arasında baş tutan görüşün detalları da Tiflisdə açıqlandı. Belə ki, rəsmi Bakı həmsədrlərlə sülh sazişi üzərində iş qrafikinin 6 ay yaxud 1 il ərzində yekunlaşmalı olduğunu təklif edib. Həmsədrlər bu mesajdan artıq Yerevana getmişlər. Mən artıq Damasda olmuşam Amerika həmsədrləndə və bu mənə söyləmişdi ki, Ermənistan rəhbərliyi belə bir təklifi rədd eləyib ki, biz istəmirik hansı işçi qrupu fəaliyyəti başlasın, hansı bir sazişin üzərində biz iş başlayaq. Ona görə biz həmsədrlər indi tezdən çox güman ki, müəlləşdirəcəklər ki, bəs necə bu istiqamətində necə iş qursunlar. Vasitəçilərlə danışıqlar zamanı digər bir mövzu isə işğal altında olan torpaqlarımızda girov saxlanılan vətəndaşlarımızın taleyi ilə bağlı olub. Belə bir emosional məsələlər ki, girov saxlamaq, o heç nə ədalətli baxımdan, nə ağıla bir sıxmayan bir məsələdir. Çünki əgər sən kimisə girov saxlayırsan, o yalnız sən boynuna düşür təsir və sən özünü göstərirsən ki, sən qeyri-konstruktivsən. Əgər sən bu adamları keçdin, ona görə mən inanıram ki, biz o adamları geri götürəcəyik. Xarici İşlər Naziri əmin edir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev tezliklə girovluqdan azad ediləcək və Azərbaycana qaytarılacaq. Amma nazir Gürcüstanda digər vədlər də verdi. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini dinləyən Xarici İşlər Naziri sərhəd keçid məntəqələrində olan problemlərdən tutmuş aparılan yükün kiloqramının qaldırılması məsələsinə də toxunub. Qonaq yerinə gediriksə də 3 kilo, 5 kilo əti biz doğranmış vəziyyətdə aparırıqsa da biz onu satmağa aparmırıq, qadan alır. Heç kəs adamır ki, bəs əti aparırsa satmağa, yoxsa qoşuya verməyə, yoxsa kiməsə verməyə. O bir məsələdir ki, 5 kilodan bəlkə onu eləyək 10 kilo icazə verməyə, gətirməyə, rüsumsuz. Digər bir soydaşımız isə onların Azərbaycana gələrkən 10 günlük müddətin artırılmasını Xarici İşlər Nazirindən xahiş edib. 3 gün qoymuşdular ki, 3 günə qeydiyyata çıxməlisən. Mən bir konferansa gedirəm, 3 gün olmuruq. İndi bir təhər 10 gün eləyiblər. Qardaş, qocası var, cavanı var, gedən qırmızıya düşür. Mən belə inanıram ki, təzə sistem qururuq ki, qeydiyyəti birbaşa biz, həm kim gedir sərhəddən keçəndə birbaşa kompütera salacaq, bəlkə bu yaxınlarda sistem tam şəkildə qurandan sonra heç 10 günü də qeydiyyəti çıxardacaq kənara. Gürcüstan universitetlərində Azərbaycan dili şöbəsinin açılması, soydaşlarımız üçün gətirilən dərsliklərin azlığı da əsas müzakirə mövzularından olub. Söhbət əsnasında məlum olur ki, martın 5-i Mikayıl Cabbarov Gürcüstanda olacaq və bu problemlər öz həlini tapacaq. Dərslik kitabları demək olar ki, 4 il gəlmədi. Son 5 ildə Gürcüstandan bir nəfər də olsun bizim məzun gelib Azərbaycanda ali məktəbə qəbul oldu. Dilçi ilə bağlı o önəmli məsələdir. Mən razıyam sizinlə. Əlbəttə ki, mən dediyim kimi Azərbaycan dilinə əlbəttə ki, unutmamalısınız. Çünki o ana dilimizdir. Biz hamımız bunu qəbul edirik. Və gələn də deyirəm ki, qaydan kimi mən Mikayıl Cabbarovdan dərsin naziri ilə birbaşa danışacağım ki, öz Damasda olsun. Keçən il göndərilən, misal üçün, ya ondan öncəki il göndərilən dərsliklər niyə yoxa çıxır? Niyə onlara qayğınla yanaşır? Qardaşdan, bacıdan, sinifdən sinifə vermirik ki? Mən üzr istəyirəm dönədim. Bəlkə manqal yandırır, bəlkə nə edirik? Azərbaycana gələrkən soydaşlarımıza bəzi güzəştli imtiyazların verilməsi məsələsi isə sanki çoxlarının ürəyindən keçən sual oldu. Xarici İşlər Naziri Elmar Məmmədiyarov da bu sualdan yayınmadı. Azərbaycan tərəfi Gürcüstanda yaşayan soydaşlarımız üçün güzəştli şərtlər hələlik qəbul eləməmişdir. Biz belə bir qərarın qəbul edilməsini arzu eləyirik. Biz gərək ki, hansı güzəştlərə, belə bir güzəştləri quraq, o miqrasiya ilə də danışaq bu məsələləri ki, biz əziyyət çəkmir. Mən başa düşdüm. Aytən Əhmədova, Nadir Almazoğlu, Məsim Əhmədov, həftə sonu üçün.